Əl-İxlas, yalnız Allaha məxsus olan sifətlər surəsi, Məkkədə nazil olmuşdur. 4 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Qul huvallahu əhəd. Ya Peyğəmbər, de, həqiqətən Allah birdir. Allahus-saməd. Allah böyükdür. Hacətlər qibləsidir. Elə bir zatdır ki, həqiqəti bəsitdir, mürəkkəb deyildir və ehtiyacsızdır. Ləm yəlid və ləm yulad. Nə bir kəsi doğmuş və nə bir kəsdən doğulmuşdur. Onun ata və oğul olması mümkün deyil. Və ləm yəkun ləhu kufuvan əhəd. Və heç bir zaman bir kəs tanrılıqda, xaliqiyyətdə, ribubiyyətdə, ibadət və itaətdə ona tay olmamışdır.